Cənab Ailə Başkanımız, sizdən bir dənə xahiş edirəm. Mən Bərdər rayonu Mustafa tərəfində yaşayıram. Adım da Osmanov Mənsur Osmanoğlu. Sizdən bir xahiş edirəm ki, mənim bu işimə baxarsınız. Vallahi mən heç harda işləyə bilmirəm. Mənim məhkəməm də mana qayda deyir ki, alimeti verməlisən. Yaxşı, mən verməliyəm, sizdən razıyam. Bəs yaxşı, mənim iş qrupum yoxdur axı. İş qrupum yoxdur. Mən xəstə adamam. Niyə məni bir belə incidirlər, bir belə məni xəstə adamı əsəbləndirirlər. Mənim başımın ağrısı, üzr istəyirəm, başımın ağrısı, başımda problemlər var, ağrılar var, gözümdə problemlər var. Niyə məni belə incidirlər? Sizin hələ qorxunuz olmasa, bu vətəndaşları çox incidərlər. Vətəndaşları çox incidərlər. And olsun Allaha, məhkəməyə deyirəm, deyir, get əlin hala çatır, çatsın. Niyə? Niyə çatsın? Biz o kadına hesab deyə bilmərik. Nədir? Anası polisin pobiridir, işləyib. Ona görə də anası gəldi, bu evi yıxan analar olur. Sonra da qaydırlar, deyirlər ki, evi yıxan zaddar olur. Adını sən de. Başım təmiz. Qaynənələr olur. Qaynənə yazıq nağalmadı. Evə gəlirdi, qaynənəsinə yazıq yeməyini pişirirdi, hazırlayırdı. Hələ gəlin pişirməkdənsə qaynənə pişirirdi. İndi qaynata, mənim anam yemək çəkəndə and olsun Allaha bərəkət haqqı yeməyi onun qabağına qoyurdu. Onun gözündən gəlsin. O qayıdıb deyir ki, mənim qaynənəm, qaynatam bana baxmır. Buyur. İndi belə insanları nətər deyək ki, bu insanlar bir insan kimi qaynatanı, qaynənəni, qaynata da qaynənə də bir desin ki, Allah sana min şükür ki, gəlinim var. Qaynənə, qaynata, İnan Allah'a onun ne kadar dedi ki, ay gelin, gel otur, dolan, otur, ev senin, eşi senin. Dedi, yok ben çıkıp gedirəm. Hala gedirsən sen? Hala gedirsən de, bak sen hala getsən. Bir aydan sonra mağa qaydır, kişinin oğlu qaydır deyir ki, bəs belə, uşağım var. O nənəm rəhmətliyin bir sözü var, deyir, başına vuranları həmişə əylənləri vururlar başına. Düz insanlar həmişə başına vurarlar. Vallahi insanların 90%'i kadınlar, temiz kadınlarımızdan aittir. O pis insanlardan aittir söhbət. Niye boşanırsan? Neye göre boşanırsan sonra da deyəsən, hə, mənim alimentimi ver. Niye? Neye göre sən aliment? Məsələn ki, boşanıb gəlirsən, oturarsan elə əlin yeməyini, çayını qoyarsan qabağına da. Niye oturmuşsan? Çıxıb gedirsən, sonra da deyirlər ki, hay mən bir yere getdim. Məsələn, kişilər məni saxlamadı. Kişilər niye saxlamasın? Niye saxlamasın kişilər? Kişilər niye saxlamasın? Səbəbini de. Ona görə ki, kadınlar indi at oynadı, Cənab Ailə Başkanımız. Bəli, kadınlar indi at oynadır. Meydan oynadır. Mən and olsun Allah'a demək istəmirdim.
Amma deyəcəm, vallah Quran haqqı, Cənab Ailə Başkan, mən bununla dolanıram, ay kişinin oğlu, bununla. Məndə asma var, mənim boğazımda asma var. O asmalı insanları gətirirlər, indi aparırlar, salırlar. Şöbiyə deyirlər ki, iş verirlər insana. Gör, belə dələduzluq var. Olar mı belə dələduzluq? Bəli, insan var ki, məsələn ki, üzr istəyirəm, ifadəmə görə məni bağışlayın. Kiməsə söz atarsansa, kiməsə məsələn ki, bəzi insan məsələn ki, tutarlar ki, insanları pis yola getdi. Ya məsələn ki, pis hərəkətlər elədi. Axı bizdə yoxdur. Bizdə yoxdur axı o sözlər, hərəkətlər. Və Allah göydən baxalım, baxır Allah göydən. Sabahlarım Cənab məhkəmə, onu mən neçə dəfə demişəm, Allahın da qarşında məhkəmə var, ona da cavab verin. Bəli, verin ona cavab. O qiyamət günüsü var, qiyamət günüsü insanları bilsən nə alırlar? Pis insanları. Bu əzaba verirsənsə, bəli, bu əzaba biz dözürük. Amma o əzabda insanların başına oynatırlar. Belə şey olmaz. Niye məsələn ki, kadınlarımız, gözəl kadınlarımız ailələrini niye məsələn ki, ailələrini tulluyub qaçıb gəlsin? Nədir? Ailə başkanımız, bəli, uşaq pulu da verəcək. Bəli, uşaq puluna razıyam. Alimət gələcək ortaya, ona görə çox adam çıxıb gedir. Bəli, ona görə çox adam çıxıb gedir.